Salam dostlar, salam. Bu gün sizlərlə bir yerdə Friends City şəhərinin, daha doğrusu layihəsinin başlanğıcını qoyacağıq. Amma bu gün təkəm. Niyə? Çünki Salxım yoxdur, Salxımın vaxtı yoxdu idi. Ona görə bizlə bu gün bir yerdə ola bilmədi. Amma Kaçınılmaz gerçek, her yarışmada olduğu gibi esas kaybetmek, vazgeçmek. iləridəki bölümlərdə inşallah bizlə bir yerdə olacaq. Neysə, direkt mövzuya keçim. Hadi laf kalabalığını bırakalım da iş konuşalım, business konuşalım. Şimdi Hancı. Bu günləri keçən dəfə də dediyim kimi, bilməm bəlkə baxmısınız, baxmamısınız. Post paylaşmışdım YouTube'da. Friends City şəhərinin layihəsinin ilk başlanğıcı olaraq McDonald's Ne diyor bu ya? Şimdi anlarız. inşa eləyəcək və ona görə bəli, başlaya bilərik. Başlayaq. Okay, yes. Tövbe estağfurullah. Dostlar, ilk növbədə buranı seçməmin səbəbi yaxşı mənzərəsinin olmamağı və gibi bir yer olmasıdır. Çünki siz bilirsiniz, ilk növbədə Salxım, sonra da mən Qəzənfər olmaqla gibi yerləri sevirik, daşdan, zatdan. Ya böyle bir şey olabilir mi ya? Ya böyle bir şey olabilir mi ya? İlk növbədə buranı düz bir sahəyə eləyəcəm. Daha sonra isə buranı... Neysə, axırda görəcəksiniz, söhbəti uzatmayaq. Bəli dostlar, buranı boşaltmağa çalışdım komutlarla. O səhnəni kəsdim. Buranı da qırdıqdan sonra layihəmizə başlaya bilərik. Məqsədim əslində fikirləşmişdim ki, internetdən, Google'dan bir McDonald's şəkli tapam və ona oxşar bir bina inşa eləyəm, amma sonra dedim ki, yox, lazımdır. Gələk şəhər bizimdirsə, şəhəri də özümüz inşa eləməliyik. Yəni, öz fikirlərimizlə olmalıdır. Öz əl bacarığıma güvənərək başlayacağım tikməyə. Bəli dostlar, indi isə artıq başlaya bilərik. Vaktiniz oldu. Bir saat oldu mu? Oldu tabii. Qolundan başlayacaq inşa etməyə. İnternetdən bir neçə şəklə baxdım və ona uyğun, bənzər şəkildə inşa etmək istəyirəm hal-hazırda. Amma bu daşlar olmasa rahat iş görə biləcəm mən. Bu daşlar olmasa rahat iş görə biləcəm. Neysə, çox əsəbləşməyə əsas yoxdur. Aman çok da tırstım canım. Başlayaq buradan tikməyə, qalanı asandır. 1, 2, 3, 4. Anne, anlamadım bilmediğin şeyleri niye alıyorsun, bu ne ya?
Bəli dostlar, hal-hazırda çölü belə oldu. Sota çəkəndən sonra daha da biraz palyetkalı görsəndi. Belə baxanda da gecə də baxa bilərik. Belə də daha möhtəşəm görsənir. Arxada gün batımı, qabaqda isə möhtəşəm görüntü. Dostlar, dekorasiyanı eləyə bilmədim çünki mod paketini yükləməmişim, üzr istəyirsiniz. Amma növbəti videoda, növbəti tikintini başladığında dekorasiyanı görəcəksiniz. Dekorasiyanı mən hazır edəcəm. Növbəti videoda A mı diyeyim, ben mi diyeyim, C mi diyeyim, D mi diyeyim? Hangisi? bir tikintini başladığında bunun dekorasiyasını siz də görmüş olacaqsınız. Bu arada kanalımıza abunə olub videomuzu like etməyi unutmayın. Çox sağ olun bu videoya baxdığınız üçün. Sağ olun. Başa düşdüm, Interstellar nə əlaqə?